Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 19 Kasım 2025 Çarşamba. Bakü stüdyosundan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan haberler programına hoş geldiniz. Ben Özlem. Ben de Ali. Bütün dinleyicilerimizi salamlayıram. Ali hoş geldin. Notlarına şöyle bir göz gezdirdim de güne güzel bir haberle başlayalım istersen. Türkiye ve Azerbaycan arasındaki ilişkilerle ilgili bir gelişme var bende. Bəli Özlem. Daya saytının xəbərinə görə Türkiye, Azerbaycan ve Ermənistan arasındaki sülh prosesinde Azerbaycanla tam koordinasiya içinde hərəkət ettiğini bir daha vurğulayıb. Bölgedeki sülh ümidlərinin gücləndiyi qeyd edilib. Harika bir haber. İki devlet tek millet sözünün sadece lafta kalmadığını görmek güzel. Ama notlarındaki bir sonraki haber o kadar da iç açıcı değil. Talış bir aktivistin Türkiye'de gözaltına alınıp Azerbaycan'a getirildiği yazıyor. Bu biraz endişe verici. Bəli, bu həssas bir məsələdir. Müxalif yönümlü Meydan TV-nin xəbərinə görə Talış cəmiyyətinin hüquqları ilə bağlı işləri ilə tanınan fəal Kəmal İsayev İstanbulda saxlanılaraq Bakıya gətirilib. O, Rusiya vətəndaşıdır və müalicə üçün Türkiyəyə gedibmiş. Pardon Ali, feal ne demek? Faaliyet gibi bir kökten geliyor sanırım. Bəli, doğru təxmin etdiniz. Fəaliyyət göstərən, yəni aktivist deməkdir. Anladım. Yani aktivist Kemal İsayev. Bu konu biraz karışık görünüyor. Notlarında bir başka aktivistle ilgili bir haber daha var. Anar Məhəmmədli davası. Orada durum nedir? Azadlıq Radiosunun yazdığına görə seçkilərin müşahidəsi və demokratiyanın tədrisi mərkəzinin həbsdə olan sədri Anar Məhəmmədliyə qarşı yeni ittihamlar irəli sürülüb. Vəkili deyir ki, bu yeni ittihamlar birbaşa Avropa İnsan Hüquqları Məhkəməsinin əvvəlki qərarlarının hökumət tərəfindən icra edilməməsi ilə bağlıdır. Yani Avrupa İnsan Hakları Mahkemesi kararlarına uymadığı için yeni suçlamalarla karşılaşıyor, öyle mi? Vahim bir durum. Maalesef gündemde yine canımızı sıkan bir konu var. Dünkü yayınımızda da konuşmuştuk. Mayın tehlikesi. Yine kayıplar var anladığım kadarıyla. Təəssüfcə elədir. Meydan TV xəbər verir ki, son 2 gündə daha 2 nəfər minaya düşüb. Qazax rayonunda Anama əməkdası, Ağdərədə isə mülki bir şəxs minaya düşərək ayağını itirib. İkinci Qarabağ müharibəsindən bu yana həyatını itirənlərin sayı 70'e çatıb. Korkunç rakamlar bunlar. Savaşın görünmez tehlikeleri yıllarca devam ediyor maalesef. Biraz ekonomi konuşalım istersen. Azerbaycan'ın petrol gelirlerinde bir düşüş yaşanmış. Bəli, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 10 ayında Azərbaycanın neft ixracatından əldə etdiyi gəlir, ötən ilin eyni dövrü ilə müqayisədə %15'dən çox azalıb. Gömrük Komitesi dedin. Bu bizdeki Gümrük Bakanlığı gibi bir kurum mu? Tam olaraq elədir. Sərhəd ticarətinə nəzarət edən qurumdur. Anladım. Petrol dışı ihracatta da durum pek parlak değilmiş sanırım notlarına göre. Bu durum her yerde aynı galiba. Zengin daha zengin, fakir daha fakir oluyor. Son olarak askeri bir işbirliği haberi var notlarında Belarus'la. O nedir? Trend.azın məlumatına görə Belarus Respublikası Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələrinin nümayəndə heyəti Bakıda olub. İki ölkənin xüsusi təyinatları arasında əməkdaşlığın gələcəyi müzakirə edilib. Anlaşıldı. Ali, bugünkü notlar için çok teşekkürler. Yine dop dolu bir gündemde. Mən təşəkkür edirəm Özlem. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Fason Radyo.